Hamıya salam. 6 hafta yuma, üstü çayxana. Yəqin ki, Azərbaycanda bu ifadəni eşitməyən qalmayıb, bəs bu sadəcə bir lətifədir, yoxsa həqiqətən də işləyən bir biznes modelidir? Gəlin bu məsələnin dərinliyinə gedək. Artıq dilimizə yatmış bir ifadədir. Hətta milli bir klişeyə çevrilib desək, yanılmarıq. Hər yerdə eşidirik, zarafatını edirik. Amma bilirsiniz necədir? Deyirlər, hər zarafatda bir həqiqət var. Gəlin görək, bu dəfə də bu həqiqət payı nə qədərdir? Yaxşı, gəlin başlayaq. İlk sualımız budur. Bu həqiqətən də bizim, belə deyək, milli biznes modelimiz sayıla bilərmi? Yəni bu 6 moyka, üstü çayxana söhbəti artıq hamıya tanışdır. Elə bil bir şəhər əfsanəsinə dönüb. Sosial şəbəkələrdə, dost məclislərində tez-tez zarafat mövzusudur. Amma gəlin zarafatı bir kənara qoyaq. Bu ifadə əslində daha dərin bir şey işarə edir. Bizim şuurumuzda etibarlı, risksiz biznes anlayışı məhz budurmu? Yəni, bütün məsələ də elə budur. Bu sadəcə bir internet memidir, bir zarafatdır, yoxsa bunun arxasında həqiqətən də ayaqları yerə basan, hesablana bilən bir biznes planı var? Gəlin sözdən işə keçək və rəqəmlərə baxaq. Yaxşı, indi gəlin işin praktiki tərəfinə, yəni plana baxaq. Bir avtoyuma məntəqəsi açmaq üçün sıfırdan başlayıb hara getməliyik? Hansı addımları atmalıyıq? Əlbəttə, avtoyumu açmaq, bir yer tut, bir dənə də su şlanğı al demək deyil. Bu, əslində ciddi bir prosesdir. Baxın, burada ən azı 6 vacib mərhələ var. Bazar araşdırmasından başlayırsan, rəqiblərinə baxırsan, düzgün yer seçirsən və bu hələ başlanğıcdır. Və təbii ki, hansı növ avtoyuman sualı var. 3 əsas seçiminiz var. Birincisi, hamımızın bildiyi ənənəvi əl ilə yuma, ilkin xərci azdır, amma daha çox işçi lazımdır. İkincisi, avtomatlaşdırılmış sistemlər, baha başa gəlir, amma daha sürətlidir və az işçi tələb edir. Üçüncüsü isə mobil yuma, yəni sən müştərinin ayağına gedirsən. Buna başlamaq üçün xərc ən aşağıdır. Bizdə isə Azərbaycanda daha çox birinci varianta üstünlük verilir. Səbəb də aydındır, ilkin investisiya az olsun. Amma unutmayaq ki, bu da daha çox işçi qüvvəsi deməkdir. Yaxşı, gəldik ən maraqlı yerə, pul məsələsinə. Bu işə nə qədər pul lazımdır? Bax, bu cədvəl pulun hara gedəcəyini çox aydın göstərir. Diqqət edin, ən böyük xərclər icarə və avadanlıqdır. Təsəvvür edin, təkcə avadanlıqlara 5.000-dən 10.000 manata qədər pul çıxa bilər. Və unutmayın, bu hələ tənliyin sadəcə birinci hissəsidir. Yəni, söhbət təkcə avtoyumadan gedir. Beləliklə, bütün bu xərcləri alt-alta yığanda nə alınır? Sadə əllə yuma üçün bir avtoyuma biznesinə başlamaq üçün sizə minimum 8.000 manatdan 20.000 manata, hətta bəzən daha da çox vəsait lazım olacaq. Hə, bu heç də kiçik bir məbləğ deyil, deyilmi? Pulu tapdınız deyək, amma hər şey pulla bitmir, elə deyilmi? Gəlib çatırıq hər bir sahibkarın qorxulu yuxusuna, sənədləşməyə, yəni bürokratiya labirintinə. Bu həqiqətən də acı bir reallıqdır. Neçə-neçə parlaq biznes ideyası məhz bu mərhələdə, o mürəkkəb icazələr, lisenziyalar, qapı-qapı gəzməklə üzləşəndə, eləcə də başlamadan bitir. Bu sənəd-sünəd işləri adamın bütün həvəsini, enerjisini ala bilir. Amma yaxşı xəbərlər də var. Vəziyyət yavaş-yavaş da olsa dəyişir. Məsələn, Kobiya kimi agentliklər məhz bu problemi həll etmək, sənədləşmə prosesinə asanlaşdırmaq və sizin kimi kiçik sahibkarlara yol göstərmək üçün yaradılıb. Yəni, bilməlisiniz ki, artıq bu labirintdə tək deyilsiniz. Və bəlkə də ən vacib dəyişiklik budur. Hər şey onlayn platformalara keçir. Artıq o kağız yığınları ilə, qapı-qapı gəzməklə vidalaşmağın vaxtıdır. İndi bir çox müraciəti elə oturduğunuz yerdən onlayn etmək mümkündür. Bu nə deməkdir? Daha az vaxt itkisi, daha az əsəb və ən əsası daha çox şəffaflıq. Yaxşı, deyək ki, pulu da tapdıq, sənədləri də həll etdik. Amma gəlin başlanğıcdakı suala qaydaq. Niyə başqa bir şey yox, məhz avtoyuma və çayxana? Bu seçim bizim bir cəmiyyət olaraq sahibkarlıq təfəkkürümüz haqqında nə deyir? Bax, bu məsələ çox maraqlı bir prizmadan baxan bir yanaşma var. Bizim yerli biznes təfəkkürümüzü sərvətə və riskə farklı bir baxışla, mənbədə şərti olaraq Yəhudi təfəkkürü adlandırılan bir konsepsiya ilə müqayisə edirlər və bu sitat deyərdim ki, hər şeyi çox gözəl izah edir. Baxın, bu cədvəl əslində iki tamamilə fərqli dünya görüşünü göstərir. Sol tərəfdə gördüyümüz nədir? Riskdən qorxmaq,
pulu döşək altında saxlamaq, qısa müddətli qazanc və bəzən də göstərişə önəm vermək. Sağ tərəfdə isə tamamilə başqa bir fəlsəfə var. Hesablanmış risk, sadəlik, uzun müddətli düşünmək və ən əsası pulu saxlamaq yox, onu işlətmək, yəni investisiya etmək. Biri pulu qoruyur, digəri isə pulu böyüdür. Və bu müqayisə bizi çox vacib bir suala gətirib çıxarır. Bəlkə də bizim avtoyuma və çayxana kimi təhlükəsiz limanlara sığınmağımız əslində daha böyük, daha innovativ, bəli, daha riskli, amma eyni zamanda da daha gəlirli ola biləcək iqtisadi okeanlara çıxmağımıza mane olur. Bu barədə düşünməyə dəyər. Beləliklə, rəqəmlərə baxdıq, qanunlardan danışdıq, hətta təfəkkür məsələsinə toxunduq. Bəs yekunda nə deyə bilərik? Bu avtoyuma çayxana modeli sadəcə bir biznes növüdür, yoxsa bizim cəmiyyətimizə tutulmuş bir güzgüdür? Gəlin bütün bu danışdıqlarımızı 4 əsas nöqtədə cəmləşdirək. Birincisi, bu avtoyuma çayxana söhbəti sadəcə zarafat deyil. Bu real, aşağı riskli bir biznes strategiyasıdır. İkincisi, bu iş praktik olaraq mümkündür və başlanğıc xərci təxminən 8 min, 20 min manat civarındadır. Üçüncüsü, xoşbəxtlikdən bürokratik əngəllər onlayn sistemlər sayəsində azalır. Və nəhayət dördüncüsü, bu modelin bu qədər populyar olması bəlkə də bizim uzun müddətli riskli investisiyalardansa daha tez və gözlə görünən mənfəətə üstünlük verməyimizdən xəbər verir. Və bütün bu təhlildən sonra biz sizi bir sualla baş-başa buraxırıq. Bu avtoyuma çayxana modeli Azərbaycanda sahibkarlığa atılan ilk etibarlı addımdır, yoxsa innovasiyanın və daha böyük ideyaların qarşısını kəsən bir dalandır? Cavab bəlkə də hər ikisidir. Bu barədə düşünməyə dəyər.